Olsun, bugün mən it yığıncağına gəlmişəm. Burada belə bir yerdir mənim əziz dostlarım. Yarışma burada keçirilir. Məni bura dəvət edən dostumun itinin yarışıdır. Bravo! Görək düzəməli gəzə biləcək, yoxsa nə edəcək? Hello, how are you? How are you today? I am fine. Where are you from? I'm from Sweden. Sweden. Oh, very nice, very good. Sweden'dan düşələr. Oh, how are you baby? Woo! Very sweet, really. Aydan kırgın etim. Ima 8 godina, a o svemu ostalo čućemo... 8 yaş var bu itin dediğine göre. Sa njenim suprugom i dževerom i mog kolega Šahina i mog Hello, hello. Darka. Oni su došli da... Baxın əziz dostlarım, gördüyünüz kimi fərqli ölkəm vətəndaşları var. Bu vətəndaş Sweden'dan gəlib, deyir Sweden'dir mənim ölkəm. Mənə elə gəlir ki, ildə bir dəfə olan bir şeydir bu. Tək Azərbaycanlı mənəm burada. Oo, baxın əziz dostlarım, bu itin də arxa ayaqları yoxdur. Bravo, bravo. Bravo, bravo, bravo. Görün necə gözəl alqışlayır əziz dostlarım. Bravo, həqiqətən də. Baxın əziz dostlarım, arxa ayaqları yoxdur. Burada da insanlar içmək üçün koladır, soklardılar, sulardılar və s. cipslər falan hamısı pulsuzdur. Mən 20 il Azərbaycanda yaşamışam və bu 20 il içində mən belə bir şey görməmişəm. Bilmirəm Azərbaycanda var yoxsa yox. Bravo! Obo, kukusi. Gel bu onun için. Let's go baba. Let's go. Bravo! Sadəcə itlər üçün keçirilən yarışmada olan yerin mənzərəsi bir yerdir. Zdravo, dobar dan. Azerbaycan. And you? Yes. Serbia. A, ja serbski razumiem. Ja 3 godine živim u Crnoj Gori. Jeste. Sve dobro, jel? Dobrodošli. Dil bilmeyen de əziz dostlarım, yaxşı yanları budur. Bravo! Bravo! Very nice, very good. Mənim də dostum yarışmaya çıxdı gördüyünüz kimi. Deyir, kaş mənim itim olardı. Sadəcə əziz dostlarım, mən bir gəzginəm. Mən bir yerdə yaşamıram. Mənim itim olsa şəxsən mən də yarışmaya çıxardardım. Fərqli ölkələrdən gələn itlər var, fərqli ölkənin itlərdir bunlar. Yarışmalar falan qoşulmaq çox yaxşı bir şeydir. Yeni dostlarınız olur. Məsəl üçün mən bu günləri bura gəlməyimin sayəsində 2-3 dənə serb dost tanıdım və bir dənə İsveçrədə yaşayan bir qardaşla tanış oldum. Birimizin Instagramını aldıq. Herceg-Novi mərkəzi sayılır burada. Mən həmişə internetdə baxırdım bunlara. Uşaq vaxtı baxırdım yarışmalara. Bravo. Oradan gəlib belə bir şey canlı görmək qismət oldu. Bravo! Yes! Bravo! Bravo! Can. Həyatımda ilk dəfədir mən belə bir şey görürəm.